Allahın qulları üzərində olan haqlarını bilirsənmi? Heç düşünmüsənmi ki, Allahın sənin üzərində olan haqlarını necə yerinə yetirə bilərsən? Allahın qulları üzərində olan haqqı onu ibadətlərində təkləşdirməsi və ona heç bir şeyi şərik qoşmamasıdır. Tövhidin 3 qismi var: rububiyyət tövhidi, uluhiyyət tövhidi, əsma və sifət tövhidi. Rububiyyət tövhidi Allahı feillərində təkləşdirməkdir. Müsəlman qəti şəkildə iqrar etməlidir ki, yaratmaqda, ruzi verməkdə və idarəçilikdə yalnız odur tək Rəbb. قل من يرزقكم من السماء والأرض أم من يملك السمع والأبصار ومن يخرج الحي من الميت ويخرج الميت من الحي ومن يدبر الأمر فسيقولون الله فقل أفلا تتقون. Eləcə də sahibkarlıqda, öldürmək və diriltməkdə tək olduğun iqrar etməlidir. Xeyir və zərər verən, sıxıntı anında duaları qəbul edən yalnız odur. Odur saysız nemətlərini bütün qullarına verən. Hidayət nemətini isə mömin qullarına verən odur. Odur hər bir şeyin Rəbbi, xaliqi və qüdrətlisi. Heç bir şey onun rububiyyətindən qırağa çıxmır. Göylərdə və yerdə nə varsa, onun ovucunda olan qullarıdır. Müşriklər onun rububiyyət tövhidini iqrar edirdi. وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ. Onların rububiyyətinin olmasına baxmayaraq, onlar uluhiyyət və əsma sifət tövhidini iqrar etmədikcə, bu onlardan qəbul deyildir.